İlham bəy, bəzən bax, bu şiəlik məsələsində yanlışlığa yol verilir. Nə mənada yanlışlığa? Ya ümumiyyətlə İslama daxil olmayan bir çox cərəyanların adına şiəlik olur. Əlallahlar deyirlər, Əlallahlar var, ondan sonra asasinlər var. Onları da az qala deyirlər ki, şiəlikdir. Yəni, belə deyək də, ortodoks İslama əks olan nə varsa deyirlər, bunlar hamısı şiəlikdir. Bu düzgün deyil əslində. Məsələn, nizarilikdə, əlallahlıqda, ümumiyyətlə orada İslamdan əsər əlaməti yoxdur. Yəni, Quranda olan ehkamlar orada öz əksini tapmır. Digər tərəfdən, nədənsə elə şiəliyin özünü, qızılbaşlının özünü Şah İsmaillə başlayırlar. Düzgün deyil axı bu. Axı şiəlik İsmaildən görün, neçə il əvvəl Ərəbistanın özündə meydana gəlmiş bir cərəyan idi. Yəni, o dövrdə xəvariclərə bölünürdülər, sonra şiələrə bölünürdülər, bir də ki, Muaviyə tərəfdarlarına. Yəni, o bölgü o vaxtdan var idi. Hətta İsmailə qədər Misirdə Şiə Fatimilər xilafəti var idi. Burada İsmailə nə günahı var ki? Çox vaxt ki, İsmail parçaladı İslamı. Deyirlər, güya siyasi baxımdan güya İsmail işləşir. Amma ona qədər artıq siyasi alət kimi istifadə olunmuşdur. Çoxdan əvvəl, çox əvvəllər. Yəni, dediyim kimi, Şiə Fatimilər xilafəti Misirdə. Sonra Qərmətlər. Bunun İsmail'ə nə günahı var qərmətlərdə? Siz hər bir millət, hər bir etnos dini qəbul edəndə onu öz inançlarına uyğunlaşdırır. Qızılbaşlıqla o şiəlik xeyli fərqlənir. Ola bilsin, müəyyən kultlarda oxşarlıq var. Amma bunu tam eyniləşdirmək düzgün deyil. Məsələn, əsas Azərbaycan tarixində, bəli, Azərbaycan tarixində, mən özüm ilahiyyatçı deyiləm əslində. Yəni, bir tarixçi nöqteyi nəzərindən baxsa, o şiəlik kimi nəzərdə tutulan cərəyanın ilk işartılarını dövlət səviyyəsində Hülakülər dövründən başlamaq lazımdır. Yəni, birinci dəfə pulun üstündə Əliyəm Vəliyullah zərb elətdirən Şah İsmail deyildi, Qazan xan idi. Niyə biz onu Qazan xanın adını çəkmirik? Əhməd Təkudarın vaxtından qızılbaşlığa meyil var idi. O da hansı ki, İlxanın hökümdarıdır. Qazan xan onu kimi. Yəni, o Əhl-i Beyt aşiqləri deyirdilər, onlar hələ İlxanilər dövründən var idi. Onu təkcə Səfəvlərə bağlamaq düzgün deyil.